Allahın salamı, rəhmət və bərəkəti olsun Əhl-i Beyt aşiqlərinə. Nə vaxtı sizlə təmasda deyirəm, səhhətimlə əlaqədar. Elə mən də sizin üçün darıxmışam, yenə də sizinlə mənəm üzbəüz oturmuşam. Nə deyəcəkdim, nə danışacaqdım? Əsas məsələn, çox darıxdıran, əsəblərimi gərgin eləyən bu müharibədir. O ki sevinirlərdi, yorumlarda yazırlardı ki, kola içirəm, cipsi yeyirəm. İndi o heç o kola yeyib cipsi içənlərin səsi sorağı çıxmır. Nə tez səs üz batdı. İran sizə nə ayırıb ki? Qulağınızın dibində qardaşınız, canınız, nətər deyirlər, qohumuz, əqrəbimiz, o taylı bu taylı Azərbaycanlılar yaşayan ölkəyə siz bu qədər niyə nifrət eləyirsiniz? Bax, o nədən irəli gəlir, məni maraqlandıran odur. Cühüddlərə bir şey olanda hamımız elə deyirik ki, insanıq da, insan kimi də təəssüflənirik, deyirik, filan oldu, bəhmən oldu. Amma sən buradan bura öz millətinə, öz canına, öz qanına sən bu qədər düşmən kəsiləsən, nifrət eləyəsən. Niyə? Bəs sən məzlumla Yezidi bir tutursan. Ona görə də indi deyirəm o kola içənlərə ki, çox da sevinməyin. İnşallah həmişə haqq qalib gəlib. O haqdakı qalib gələcək tezliklə. Hər şeyi yoluna qoyacaq qurban olduğum. Gəh İmam Zaman Ağaya söz atırsınız, gəh o biri imamlara söz atırsınız. Bu danışıqlar nəyə lazımdır? Axı sizin haqqınızda danışılırsa da gərək siz cavabını verəsiniz. Amma siz özünüz danışırsınız. Çox təəssüflər olsun ki, bizim aramızda, bizim qanımızdan, canımızdan olan şəxslər bu cür egoist danışırlar. Mənə çox təsir edən biri, o adı nədir o qadının? Səidə Bəkir qızı. Elə bil ki, qutuda ilan görür. Elə bil ki, düşmənidir İran bunun. İran sənə nağarıb, ay bala, neyniyib? Hansı dağı dügünü çəkib sənin ürəyivə ki, o dağ dügün sənin ürəyindən getmir? Bir də biri var, Kamran. O elə televiziyada veriliş aparırdı, elə oradan qovladılar. Gəlib indi burada sosial şəbəkələrdə danışır. Kamranla Səidə elə bil ki, İranı düşmən görürlər. İran bunların elə bil ki, əvəcdadın qırıb. Bax, o fason görürlər. İndi də ki, tutaşımsız hicabdan. Hicab örtməyənləri məktəbdən qovulasınlar, institutdan qovulasınlar. Hicabdan belə ki, danışırsınız yanıqlı-yanıqlı. Bəs siz qanınızda Azərbaycan qanı, müsəlman qanı yoxdurmu ki? Görmürsünüz, çılpaq gəzənlərdən danışın da. Çılpaq gəzənləri universitetə buraxırlar, hər yerə buraxırlar, başına yaylıq örtənləri buraxmırlar. Niyə? Nə səbəbə? Hələ Rusiyanın tərkibində yaşayır çeçenlər. Hamısı yaylıqlı. Ona Rus xalqı desin ki, sən mənim ölkəmdə yaşayırsan. Niyə yaylıq örtürsən? Niyə bəs bu çılpaq gəzən qızlarınızı, gəlinlərinizi, evladlarınızı, qohum-əqrəbinizi görmürsünüz? Qabaqdan məhərrəmlik gəlir, məhərrəmliyə 14-15 yaşına olan uşaqlar gedə bilməz. Amma 14-15 yaşında uşaqlar barlarda rəqs eləyə bilər, dans oynaya bilər, hər şey eləyə bilər barlarda. Barların hamısının qapısı açıqdır, məhərrəmlikdə meçidlərin hamısının qapısı bağlı olacaq. Allah bəlozu versin sizin, cəzozu versin.